Zülfikar, salam qardaş. Siz təhsil konsepsiyası ilə bağlı hüquqi sənədləri toplaya bildiniz? Mən doğulduğum yerdə və mənim dostlarımla birlikdə başqaları əgər başqa yerlərdə, məsələn şəhərdə filan, başqa mühitdə idilərsə, bizim daha çox yadımızda qalan və daha çox müzakirə etdiyimiz mövzular hansısa topun hardasa yerləşməsi, hansısa təyyarənin neçə metr hündürlükdən uçması idi bizim üçün maraqlı və sonra bizim mühasirədə olmağımız və mühasirədə olan zaman insanların necə pərən-pərən olması və bizim sərhəddə doğru getməyimiz daha çox yadda qalan, təbii ki, yaddaşdan silinməyən hadisə və bizim İran sərhədinin açılmasını 10 saat gözləməyimiz və 10 saatda hər hansı bir ümid olmadan sadəcə gözləmə, bu vaxt ərzində onlarla insanın tələf olması məlumatı, hansısa maşının gülləburan içində yanımızdan keçməsi, hansısa topun mərmisinin yanımıza düşməsi təbii ki, xatırlanır tərəfindən. İran sərhəddə açılandan sonra biz o ölkə ərazisi ilə keçmək istəyən zaman bizim əskərlərin münasibəti heç vaxt unudulan deyil mənim üçün. Çünki onlar bizim maşınları qoymağımızı istəyirdilər bizdən ki, biz piyada gedək, maşınlar qalsın onlara. Bu daha çox iz buraxdı məndən, çünki mən hər hansı bir düşməndən nə isə gözləyirdim, amma öz qardaşımdan, öz doğmamdan bunu gözləmirdim. Ən travmatik tərəfi də budur. Sonra bizim çadır şəhərciyinə İran sərhədini tərk edəndən sonra yaxınlaşan zaman orada gördüyümüz mənzərə, hansı ki, Araz çayından yığılan meyitlərin insanların, belə deyək, təqdimatına gətirirdilər və heç kim öz meyidini tanımırdı, hər kəs axtarırdı və çox dəhşətli bir mənzərə var idi. Hətta maşınların, yəni yekə maşınlarında, arxasından, kuzalarından, belə deyək, bizən dilində bilmədiniz o, kuzalarından meyidlər tökürdülər insanların qarşısına. Bu, təbii ki, mənzərəni mən çox izləyə bilmədim, çünki valideynlərim istəmədilər bu mənzərəni çox görək və həmin yerdən biz keçdik. Bu, yəni, gecə baş vermişdi, hansı ki, gecə artıq 2 idi. Hansı ki, mühasirə xəbəri də bizə gəlmişdi, ondan bir gün öncə, yəni səhər saat 11-də və bu qədər müddət bir sonu görünməyən bir təlatüm içində keçən zaman. Amma bütün hallarda bunu bir sadəcə tarix kimi xatırlayıram və bu tarixin üzərində taliyə qurmaq fikrim yoxdur. Bu sadəcə və sadəcə olub bitənlərdir. Sonra da gəldik Bakıya. Əslində, bir uşaq üçün hər hansı bir məhəllə dəyişmək, məktəb dəyişmək qədər çətin bir şey yoxdur. Məsələn, mən Bakıya köçmək istəmirdim, çünki bilmirdim hansı kimlərin yanına gedəcəm, dostlarımdan ayrılmaq istəmirdim. Gəldim birinci Ramaniya, yeni Ramaniya. Oradan bura, orada çox az qaldıq, bir il. Bura gələndə də yenə sıxılırdım ki, yeni dostlar, yeni məktəb əsas necə olacaq. Və bir uşaq üçün bu qədər köç, qədər travmatik bir şey yoxdur ki, yəni bizdə bu taliyə olub. Yəni bir çox, tək məndə yox, yəni məcburi köçkənlərin çoxunda, yəni müəyyən yerlərə köçlər. Və Bakı, düzün deyim, məni yalnız, yəni necə qarşıladı onu deyə bilmərəm, amma bir onu bilirəm ki, mənə Bakının ən çox qalanı oldu ki, Bakıda daha böyük şəhər olduğu üçün daha çox kitə bildim və daha çox axtara bildim. Amma axtaranda da kitablar içinə, jurnallar içinə, qəzetlər içinə gəlib çıxmaq oldu ki, bu daha maraqlı idi və Bakının yalnız mənə verdiyi yalnız bu olub. Ən böyük qazancımdır. Öz zümrəmi tapmağım, öz, belə deyək, həm fikirlərimlə birlikdə olmağım mənim ən böyük qazancımdır və bundan böyük qazanc yəni mümkün deyil, heç kim qazana bilməz.
Biz əmin idik ki, Azərbaycanda bizim nə etməyimizdən asılı olmayaraq bizim həqiqi fəaliyyətimizi dəyərləndirən insanlar olacaq və indiyə qədər bizə ictimai əsaslarla fəaliyyətimiz üçün köməklər dəfələrlə olub. Bunu kənardan olmayıb, Azərbaycan xalqı eləyib, Azərbaycan insanları eləyib. Biz bu insanları sevirik. Sadəcə yenə deyirəm, yəni dövlətlərin demokratikləşməsi uğrunda yəni çalışmaq lazımdır ki, ölkələr yəni demokratik ölkə olsun, yəni xalq öz sözünü deyə bilsin. Yəni Azərbaycan xalqının da, erməni xalqının da şuurunda belə bir şey formalaşıb ki, düşmən obrazı yaranıb. Düşmən obrazı yarananda necə ola bilər ki, sülh olsun? Mənim fikrimcə bu obraz yox olmalı, düşmən obrazı. Lakin son illərdə, məsələn, 90-cı illərdən bu tərəfə, yəni ki, texnoloqların, yəni siyasi, yəni ki, məntiqlə desək, məqsədli şəkildə qızışdırılıbdır və yəni bugünkü düyünlərə səbəb olubdur. Və bugünkü düyünlər olmasaydı, məncə, yəni ki, hər hansı bir konsensus halda oluna bilərdi. Yəni, sadəcə olaraq deyə bilərəm ki, bu konflikt sülh yolundan həll olunsa daha yaxşı olar, insanlar yəni müharibə yolundan olsa daha çox insanlar məhv olar. Ona görə də sülh yolundan həll olsa daha yaxşı olar. Ancaq yəni olmasa, yəni müharibə yolundan da bu torpaqları azad etmək lazımdır. Təbii ki, müharibə olsa gedərdim. Müharibə heç lazım deyil məncə bu xalq üçün. Biz Azərbaycan ermənilər zamanı düzmüş xalqlarıq da. Yəni 21-ci əsr elm əsridir. Biz elə də oturub müharibədən danışırıq. Bizi nizamin götürək lap. Qüvvət elmdədir. Başqa cür heç kəs üstünlük eləyə bilməz. Ancaq elmlə. Məncə bu geopolitik durumdan asılıdır. Çünki bildiyiniz kimi Qafqaz regionu istər Qərbin, istərsə də Rusiyanın maraqlarının toqquşduğu bir yerdir. Və buna görə də istərsəməz burada Qarabağ problemi, Gürcüstanda başqa problemlər mövcuddur. Və bu müəyyən bir dövrdə məncə qalacaq. Nə vaxta kimi ki, bu maraqlar artıq üst-üstə düşəcək. Görüşmələr, danışıqlar və s. bütün bunlar hamısı insanları sadəcə ümid verib hansısa istiqamətdə fikrini yayındırıb, hansısa işləri görmək üçündür. Yəni bu açıqdır. Amma sadə insanlar çox təəssüf ki, bu cür düşünmür və bu cür başa düşmür. Çünki insanda ümid olmasa da hansısa bir ümid yaratmalıdır özü üçün. Yəni bu insan psixologiyasında irəli gələn bir şeydir. Ona görə mən hal-hazırki vəziyyətdə heç kimi günahkar bilmirəm. Yəni xalq olaraq, sadə insan olaraq günahkar bilmirəm. Yalnız günahkar olanlar bu məsələlərdən öz mənafiyi üçün istifadə etmək istəyən realist güclərdir. Yəni bu qədər. Вообще-то этот конфликт нужен не Армении, не Азербайджану. Это нужен определенным людям или же определенным организациям. Этот конфликт управляется, управляемый. Artıq indiki dövrümüzdə ekologiyanın bu qədər korlandığı dövrdə, yəni ki, ətraf mühitimizin dağıldığı bir dövrdə artıq bizim vətən və s. torpaq haqqında düşünməkdən daha çox dünya haqqında, millətlər haqqında, insanlar haqqında düşünməyimiz lazımdır. Biz nə istəyirik? Yəni ümumiyyətlə biz nə istəyirikdən başlayır hər şey. Biz əgər öz istəyimizi ortaya qoysaq, sadə insan, inanın, bir ermənini qan içmək istəmir. Sadə insan sadəcə xoşbəxt olmaq istəyir. Onun xoşbəxtliyi Bakıdadır, yoxsa Yerevandadır, yoxsa haradadır, o özü qərar verməlidir ona. Onun üçün övladının gedib müharibədə itməsi heç də lazım deyil. Yəni sadə insan bunu istəmir. Yəni sadə insan əvəzindən biz bunu istəyirik demək məncə insanlara qarşı həqarətdir, yəni təhqirdir.
Məncə bunun yalnız yeganə yolu yeni yetişən nəsil üzərində daha ciddi, daha səmimi çalışmaq. İnsanlar axır ki, səmimi nəsə görməlidir və inam yaranmalıdır. İnam yaranandan sonra insanların bu mənfi enerjisi müsbət enerjiyə çevriləcək. Çünki inam yarandıqsa bu inam bütün hallarda sevgiyə dönəcək ki, sevgi də insanı yalnız müsbət enerji üzərində kökləyir. Salam mənim bulam. Hardan gəlirsən, neynisən? İşlərin nə tər keçir? Yaxşı gedirsən. Ağıllı olun işte həmişə. Ürəyinizin dediyi ilə oturun durun. Allah köməyiniz olsun, həmişə çalışın. Biz də bir təhər dolanırıq da. Bizə fikir verməyin, işlərinizdə güclü olun. Dostlarına tərsən alan. Yaxşıdır mı? Daha çox olanla dostlarınızdan yaxşı olun, səmimi olun. Mehriban olun. Çalışın, nətər lazımdır, nətər ürək istəyir, heydə yaşayın. Deməli, bizim orada iş yeri var idi, yəni mən orada işləyirdim. Hansı ki, mənim dostlarım məni tək qoymadılar və gecələr mən baxmayaraq ki, orada gözətçi işləyirdim. Onlar hər hansı bir, belə deyək, aldıqları sok və pivə ilə birlikdə gəlirdilər, biz otururduq, söhbətlər eləyirdik. Bəzən səhərə qədər mən orada tək qalmırdım, biz 5-10 nəfər birlikdə söhbətlər eləyirdik. Bu söhbətlərin əsas mövzusu da fəlsəfi, ictimai və siyasi məsələlərlə bağlı idi ki, və bizim hər hansı bir bu ideyalarımızı, fikirlərimizi yaymaq üçün təşkilat yaratmaq qərarına gəldiyimizdə bu məkan oldu. Çox maraqlı bir məkan, yayı ilə qışının fərqlənmədiyi bir məkan. Tüstünün, zibilxananın hər zaman qulağımızın dibində olduğu və insanların gecə olmadığı bir şəkildə, amma zibillərin hələ yerdə olduğu bir vəziyyətdə biz gözəlliyi axtarırdıq və o vəziyyətdə gözəlliyi axtaranda insan daha çox nailiyyət əldə edə bilir və underground mədəniyyətin başlanğıcı da bu tip yarandığını düşünürəm. Дорогие мои молодые ребята, желаю вам счастья, чтобы все ваши желания исполнились. Дай Бог, Аллах Вересис, чтобы вы были здоровыми, умными и строили Азербайджанскую республику как надо. Hakimiyyətdə olan qüvvələr öz mənafiyini, üstün tutsa xalqın mənafiyindən, ümumi xalq mənafiyindən. Burada yəqindir ki, burada nə sülh olacaq, nə əmin-amanlıq olacaq. Чтобы все ваши желания исполнились. То, что вы желаете, чтобы Аллах вам помог. И дай Бог, чтобы Аллах вам всегда помогал, чтобы светил вам пути. А вы не делали ошибок, а строили, жили, украшали. Bəs yaxşı, biz insanlar Allahın etimadını nə vaxt doğruldacaq? Mən bunu özümə qalıram ki, mənim ömrüm çatmaz ki, Allahın etimadını doğruldum. Həm də çox vacib məsələ demokratiyanın və vətəndaş cəmiyyətinin dildən artıq əmələ keçməsindən irəli gəlir. Əgər demokratiya olacaqsa, artıq xalq nə istəyir, yəni sualı ortaya gələcək. İdeologiyaların ümumiyyətlə doğuşu və yayılışı süni, yəni dünya özünü tapmağa başlayanda diagenlə tapıb və hansı ki süni yox, təbiilik üzərində. Və həmin dövr, belə deyək ki, insanlar tapındığı ideologiya öz fərdinin azadlığıdır. Fərd nə istəyir? Sadə erməni xalqına diaspora tərəfindən təlqin edilən ideologiya var. Siz millətçi kimi düşünməlisiniz. Sizin torpağınız daha böyük olmalıdır, siz daha böyük ərazidə yaşamalısınız və s. Hansı ki, həmin ərazilər bəlkə də boş qalacaq. Həmin ərazilər ümumiyyətlə heç xalq əslində heç elə şeylər istəmir. Bəlkə də hazırki durumdadır, yəni boş ərazilər. Əslində bizdəki məsələn adi insanlarımız necə müharibəni istəmirlərsə, onlar deyil. Yəni ki, o mənim tanışlarım var. Deyir ki, kimin istəyir qardaşı, bacısı getsin. Məsələn, atası getsin müharibədə ölsün. Heç kim istəməz onu. Əgər
Əgər kimsə istəyirsə, o zaman öləndən sonra göz yaşlarını tökməsinlər. Aha. Yəni əgər göz yaşlarını tökürlərsə, deməli bu ürəkdən bir istek olmasın ki, şəhidlik belə deyək zirvəsinə ucalma. Amma biz həm də onu istəmirik. Tutaq ki, Azərbaycan torpaqların biz ermənilərə belə deyək güzəştə getməliyik. Məsələ burasındadır ki, bunu rasional bir şəkildə mən əminəm ki, hansısa bir insani hissləri ilə yaşayan erməniyə izah eləsək, onlar razı olacaqlar ki, bu torpaqda hər kəsin haqqı var və hər kəs yaşamalıdır. Əgər 30 min erməni yaşayacaqsa, 800 min də Azərbaycan türkü yaşayacaq bu torpaqda.